Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu günləri sizinlə yeni bir video seriyası başladıram. Əslində bu videonu çəkmək ideyası bir neçə həftə olar ağlımda var idi. Sadəcə bilmirdim ki, necə olar, yəni həqiqətən maraqlı olarmı, izlənərmi və s. Dedim ki, çox düşünməyim, başladım. Nə olar olar da, yəni izlənər, izlənməz, o artıq zaman özü göstərəcək. Bu video üçün 17 dənə məhsul seçmişəm və bunlar içərisində həm saç, həm kosmetika, həm üz dərisi, həm də ətir tipdə yəni məhsullar var. Müxtəlif məhsullar kateqoriyalarından yığmışam, toplamışam və cəmi 17 dənə məhsul oldu və istəyirəm ki, o məhsulların hamısını bir-bir sizin üçün göstərim və bunların bu gün üçün, yəni bu gün ki tarixlə mən şəkillərini çəkmişəm, telefonda da yerləşdirdim. Hətta onun üçün ayrıca bir papka yaratdım. Və növbəti aylarda da həmin günlərdə onların şəkillərini çəkərək müqayisə eləyəcəm ki, yəni həqiqətən nə qədər müddət istifadə etmişəm, tam olaraq bir ay ərzində hansı irəliləyişlər var, tam şəkildə də biz özümüz də onu belə deyək də real şəkildə görə biləcəyik və növbəti videonu bir ay sonra çəkəndə də sizinlə paylaşacağam. Yəni bir ay bu şəkildə irəliləyəcəyik. Və bitdikcə də təbii ki, məhsullar çıxacaq, yerinə yenilərini də əlavə edəcəm. Deməli, bu video üçün əsasən bəzi məhsullarım var idi ki, uzun müddətdir məndə qalan və uzun müddətdə həqiqətən də istifadə edib bitirə bilmədiyim məhsullardır ki, onlara istədim əlavə edim və artıq daha aktiv şəkildə o məhsulları istifadə edim və beləliklə də onları daha tez müddətə bitirə bilim. Çünki uzun müddətdə artıq mənim rəfimdə var və bu məndə artıq narahatlıq yaradır ki, yəni vaxtları keçirdi istər-istəməz. Çünki onların əksəriyyətinin 1 illik bir istifadə müddəti var və müddət bitdikdən sonra da saxlamağın mənası qalmır. Bu baxımdan bu günləri göstərəcəyim məhsulların əksəriyyəti, yəni uzun müddətli məndə olan məhsullar idi. İlk öncə kosmetika məhsulları çox azdır. İstəyirəm birinci onları göstərim, daha sonra digərlərinə keçəyim. Birinci göstərəcəyim bu məhsul əslində təzə almışam. Golden Rose markasından məxsus olan belə bir pudradır. Əsasən yağlı dərilər üçün nəzərdə tutulan mat pudradır və bunun da əslində mən istifadəsinə hələ ki təzə başlamışam. Yəni bu şəkildədir. Belə göstərim sizə. Yəni hələ ki çox da azalmayıbdı. İçərisində yetəri qədər var və növbəti aylarda dibi görünəcəkmi? Hələ ki bilmirəm. Çünki mən istifadəsinə yeni başlamışam. Bunu nə üçün əlavə etmək istədim? Çünki ümumiyyətlə bir pudranı mən nə qədər müddət istifadə edib bitirə bilirəm, özümə çox maraqlıdır. Bu baxımdan istədim ki, bu videolarda da real şəkildə özümüz də görək ki, həqiqətən neçə aya bitəcək, bəlkə də neçə ilə bitəcək, bilmək olmaz. Amma aktiv şəkildə istifadə edirəm, hər gün istifadə edirəm. Düşünürəm ki, çox uzun müddət getməz. Sonra göstərəcəyim belə bir tem paletkasıdır. Bu pastel markasına məxsus olan tem paletkasıdır. Ümumiyyətlə bunu çox bəyənirəm. Həm çox kompaktdır, ölçüsü kiçikdir, çantaya da hətta atmaq olur. Həm də düşünürəm ki, bu rənglər mənim üçün çox ideal rənglərdir. Yəni mən bu rəngləri rahatlıqla istifadə edə bilirəm. Bu şəkildə istəyirəm rəngləri də göstərim sizin üçün. Burada mən əsasən uzun müddət istifadə edirəm və bəzi rənglər artıq dibləri görünür, gördüyünüz kimi və bəzisində hətta buradakı rəng isə tamamilə bitib. Əslində burada çəhrayı tonda bir rəng idi, açıq çəhrayı tonda. Sadəcə bu rəngi mən xeyli müddət istifadə elədim. Hətta yanaqlarıma da rumiana kimi də istifadə edirdim. O baxımdan tez bitdi. Düzü müəyyən bir artıq sonlarına yaxın qırıldı və daha sonra da tamamilə tez bir şəkildə bitdi. Ona görə də indi heç bir şey qalmayıb. Amma digər bu görmüş olduğunuz dibləri görünən bu 3 dənə rəng isə mənim ən çox istifadə etdiyim, həqiqətən çox sevdiyim nude tonlarda olan rənglərdir. Nisbətən açıq qəhvəyi tonda, bu isə nisbətən tünd tondadır. Hətta üzümə rumiana kimi də istifadə edirəm bu rəngi və bir də bu rəngdə nude tonlarda, amma nisbətən zərli olan bir rəngdir. Bu üçün daha çox istifadə edirəm. Amma bu tonlardan ümumiyyətlə düşünürəm ki, bu iki rəng, bu aşağılardakı iki rəng və bu yuxarıdakı bu rəngi düşünürəm ki, çox da istifadə edə bilməyəcəm. Yəqin ki, mənə çünki çox da uyğun rənglər deyil, aşırı tünd rənglərdir. Amma digər bütün rənglər bitəndən sonra bu paletlə sağollaşacağıq. Üçüncü göstərəcəyim məhsul isə belə bir Mary Kay markasına məxsus olan highlighterdır. Nisbətən yağlı teksturası var, bu şəkildədir. Və bu highlighteri mən ümumiyyətlə çox uzun müddətdir məndə var, yəni istifadə edirəm və artıq bitməsini istəyirəm və ona görə də artıq bunu da əlavə etdim ki, inşallah ki bitər. Daha sonra göstərəcəyim dodaq boyaları var. Dodaq boyaları məndə həddindən artıq çox idi. Sadəcə bəziləri var idi ki, artıq vaxtları keçirdi və uzun müddət idi məndə olduğu üçün bəzilərini atdım. Hətta bəzi rənglər də var idi ki, mən çox da sevmirəm və düşündüm ki, hal-hazırda o rənglərdən çox istifadə etmirəm. Bu baxımdan onları da atmışam. Amma yenə də əlimdə qalan müəyyən dodaq boyaları, blesklər var və onları da istədim ki, bu videoya əlavə edim, bitsin.
Deməli, birincisi bu heç bilmirəm hansı markadır. Yəni o dərəcədə köhnədir. Mary Kay bu da deyəsən, lap çoxdan alınıb. Cəmi bu qədərcik bir hissəsi qalıb. Əslində az qalıb. Düşünürəm ki, bu bitər. İnşallah ki, amma bunu çox bəyənirəm, nə yalan deyim. Və nə qədər müddətdir məndə olduğunu bilmirəm. Hətta qablaşması belə çox köhnəlib. Rəngi çox gözəldir. Qəhvəyinin çox gözəl bir tonudur. Həqiqətən sevərək istifadə edirəm. Sonra Blistex markasına məxsus olan belə bir, deməli, dodaq üçün nəmləndirici tərkibdə olan, nisbətən də parıltılı bir göstərim sizə. Blesk formada, yəni pomada da deyə bilərik. Nəmləndirici kimidir daha çox. İçərisində az qalıb. Üçlü paket şəklində almışdım. Digərləri bitibdir. Nanə tekstur dadında olan, nanə tamda olan var idi. O bitib artıq. Bir dənə bu qalıb. Bu da bitsin. Yəni yəqin ki, yenidən Blistex'dən almayacağam. Çünki nisbətən dodaqda quruluq da yaradır. Çox da sevmirəm açığı. Daha sonra belə bir markadır. Bu da heç üstünü oxuya bilmirəm. Rəngi yazılar gedib. Hansı marka olduğu görünmür, amma belə bir pomadadır, belə deyək. Bu pomadanın da bu qədər ölçüdə qalıb, bunu da sizə göstərim. Bu da sevdiyim rənglərdən biridir. Gündəlik çox istifadə edirəm. Çox da dodaqda qalıcılığı yoxdur. Vurursunuz, sonra çay, su içəndə və s. gedir. Yeniləmək lazımdır tez-tez. Amma mən çantama atıb gün ərzində də vaxt olduqca, yadıma düşdükcə yeniləməyə çalışıram. Sonuncu göstərəcəyim pomada isə Oriflame markasının məxsus olan gözəl bir qablaşması var, düşünürəm. Bu pomadadır. Bu pomadanın rəngini əslində sevirəm və qəşəng bir qoxusu da var, çox hiss olunmasa da. Eyni zamanda da rəngi əsl yay ayına uyğundur, düşünürəm. Bu baxımdan da bunu da yəqin ki, yay fəsli ərzində bitirəcəm. Bundan da az miqdarda qalıb. Pomadalardan çox az miqdarda qalıb. Ona görə də onları düşünürəm ki, elə bu yay ərzində də bitirə bilərəm. Maksimum yəqin ki, payız fəslində bitəcəklər inşallah. Sonra göstərəcəm sizə, deməli, ətirlər. Burada mənim ümumiyyətlə ətir kolleksiyam çox böyükdür. Həqiqətən düşünürəm ki, çox ətir var və onları da həqiqətən sevərək almışam. Fərqli qoxulardır. Mən fərqli qoxularda ətirlər istifadə etməyi sevirəm. Çünki bir ətrə davamlı olaraq istifadə edəndə sıxılıram. Artıq bir müddətdən sonra onun qoxusu mənə xoş gəlməməyə başlayır. Bu baxımdan da bu videoya 3 dənə ətir əlavə etmişəm. Üçü də çox sevdiklərimdir. Birincisi belə L'Imperatrice ətridir. Dolce Gabbana'ya məxsus olan. Bu ətri çox sevirəm. Çox möhtəşəm bir qoxusu var. Qalıcılığı çox superdir. Hələ ki demək olar doludur. Yəni çox az bir hissəsini istifadə eləmişəm. Sadəcə mənə maraqlıdır ki, yəni bu da nə qədər müddət gedəcək. Daha sonra göstərəcəyim Bargello markasının məxsus olan belə bir ətirdir ki, bu da 384 nömrədir. Yəqin ki, bilirsiniz, Bargello markasında ətirlər əsasən müadilləridir, orijinal ətirlərin və müəyyən nömrələr yazılır. 384 də Victoria's Secret Bombshell ətrinin müadili hesab olunur. Qoxusu çox gözəldir. Qalıcılığı da normaldır. Yəqin ki, bu ətirdə uzun müddət məndə qalacaq deyə düşünürəm. Üçüncü göstərəcəyim ətir kotondan olan Strawberry Boom adı olan belə bir ətirdir. Bu ətri də mən çox sevirəm. Həqiqətən tam çiyələk qoxusu gəlir. Qəşəng, yəni buram-buram çiyələk qoxusu gəlir, belə deyə. Qablaşması çox gözəldir, şirindir. Təzəlikcə almışam. Türkiyədə 2 səfərim zamanı əldə etmişdim. Düşünürəm ki, bu da uzun müddət gedəcək. Hələ ki, başından az bir hissəni istifadə etmişəm. Daha sonra sizə göstərmək istəyirəm saç üçün nəzərdə tutulan məhsullar. Təzəlikcə aldığım Isana markasından Booster Spray var. Belə bir spreydir. Bunun da içərisindən çox az miqdarda cəmi bir dəfə istifadə etmişəm. Əslində bu mütəmadi olaraq istifadə olunan bir məhsul deyil. Yəqin ki, bu uzun müddət məndə qalacaq. Düşünürəm ki, biz hələ çox Project 10-lərdə bu məhsulu görəcəyik yəqin ki. Uzun müddət istifadə olunacağını düşünürəm. Çünki mütəmadi istifadə üçün nəzərdə tutulmayıb. Sprey lak hesabı olunur. Yəni saçımızın ön hissələri əgər həcmsiz bir görüntüsü varsa, onlara həcm vermək üçündür. Cəmi bir dəfə istifadə elədim. Həqiqətən effektini çox bəyəndim. O həcmi yaratdığını düşünürəm. Ona görə də məsləhət görürəm. Amma təbii ki, hər gün istifadə etmək çox da məsləhətli deyil. Nəticədə kimyəvi bir məhsuldur. Yəni saça birdən daha da pis günə qoyar qorxusu ilə mən açığı hər gün istifadə etmirəm. Həqiqətən də o həcmi itirəndə saçım, yəni çox ehtiyac olduğunu hiss elədiyim vaxtlarda xüsusən də təmiz saça istifadə edirəm. Duşdan sonra saçımı qurulamamış belə deyək, diblərinə vururam, daha sonra quruluyuram və onda həqiqətən də o həcmli görüntünü əldə etmək olur və ilk dəfə istifadə edəndə o şəkildə etmişdim, nəticəsində gördüm. Daha sonra göstərmək istəyirəm HK Care markası, HC-dir necə oxunur tam olaraq bilmirəm.
Belə bir saç üçün nəzərdə tutulan serumu var. Bu çox qatı teksturada bir serumdur, amma həqiqətən də saç üçün çox faydalıdır. Yəni düşünürəm ki, əksər şəxslərdə bunu görmüş ola bilərsiniz. Məşhur markadır, məşhur bir serumdur. Mən də çox az miqdarda istifadə etmişəm və uzun müddət gedir. Çünki bir damcı götürsəz saça kifayət eləyir. Duşdan öncə saçınızın diblərinə vurursunuz, daha sonra 15-20 dəqiqə gözləyib, daha sonra duş ala bilərsiniz. O baxımdan, yəni çox gözəl bir serum olduğunu düşünürəm. Daha sonra Morphos markasına məxsus olan belə bir çift fazlı fön sütü var. Məndə uzun müddətdir, məndə də əslində dibində çox az miqdarda qalıb və düşünürəm ki, bu da qısa zamanda bitə bilər. Hətta bir ay ərzində bunun bitmə ehtimalı var. Əgər bütün duş aldığım zamanlarda ancaq bu spreydən istifadə etsəm, çünki məndə başqa saç üçün də spreylər, yağlar var. Hətta onların birini də bu videoya əlavə etmişəm, amma başqaları da var ki, heç onları bu videoya hələ ki əlavə etməmişəm. Bitməsələr növbəti bəlkə proyektlərdə əlavə etdim bunların yerinə, əgər bunlar o vaxta kimi qurtarsa təbii ki. Daha sonra belə bir saç üçün serum var. Ashley Joy markasına məxsus olan bir serumdur. Bu şəkildə göstərim. Bunun da içərisində təxminən bu hissələrə yarısına qədər belə deyə istifadə etmişəm. Hardasa yarısı qalıb. Və indirim zamanı əldə etmişdim. Hətta 50% endirimlə almışam. Bu marka əslində gözəl bir markadır, amma qablaşma sıfır. Çünki qablaşmanın başı xarab olub, yəni sıxmaq olmur. Bu şəkildə açıram, içərisindən məcbur əlimə töküb istifadə edirəm. Ona görə də tez bir zamanda bitməsini istəyirəm deyə bunu hər duşdan sonra yağlı, daha doğrusu yağı nəm saçma tətbiq eləyirəm hər duşdan sonra və bu şəkildə də ümid edirəm ki, bitəcək. Amma az miqdarda istifadə etsəz belə kifayət eləyir. Saçın təbii ki, diblərinə yox, çünki diblərini yağlandıra bilər. Orta hissəsindən uclarına doğru o şəkildə yedirdirəm saçlarıma və daha sonra saçımı quruduram və yaxud da ki, özünün qurumasına, yəni icazə verirəm də, belə deyək, fenlə qurutmuram. Amma hər iki halda da effektini görmək olur. Çox yumşaq eləyir saçları. Mənim həqiqətən saçlarım ipək kimi olur, maşallah deyək. Yəqin ki, bunda təsiri var. Çünki istifadə eləmədiyim vaxtlarda o ipəkliyi, o yumşaqlığı çox da hiss eləyə bilmirəm. Həqiqətən faydası var. Amma qablaşması çox bərbaddır. Yəni başı tez xarab oldu, durduq yerə xarab oldu və heç cürə harasına fırlayıram, sıxılmaq olmur. Quruyub qalıb elə bil ki. Bir dənə məhsul qaldı son göstərəcəyim. Bunlardan biri təzə aldığım Skin 1004 markasına məxsus olan üz təmizləmə yağıdır. Bunun içərisindən çox az miqdarda istifadə etmişəm hələ ki. Düşünürəm ki, bu da yəqin bir 6 ay falan gedər inşallah. Çünki məndə üz təmizləmə yağları çox tez bitir və artıq bezirəm hər dəfə almaqdan. Bəlkə də ən çox aldığım şey üz təmizləmə yağı və üz təmizləmə köpüyü olur. Çox tez bitirlər. Daha sonra belə bir məhsul var məndə. Rice Toner'da I Am From markasındandır. Koreya məhsulu hesab olunur və bunun içərisindən müəyyən miqdarda artıq istifadə etmişəm. Səhər axşam istifadə edirəm. Üzdə çox gözəl bir fresh, parlaq bir görüntü yaradır. Həqiqətən çox sevirəm. Ümumiyyətlə yağlı dərilər, quru dərilər hamısı istifadə edə bilər. Nəm dəriyə tətbiq olunur və əlimizlə tampon hərəkətlərlə dərimizə yedirdirik. Düşünürəm ki, çox idealdır. Həqiqətən yəqin ki, bu da bir 5-6 ay gedəcək deyə fərz eləyirəm. Çünki hardasa bir ay olar istifadə edirəm, cəmi bu qədər gedib. Və səhər axşam da istifadə edirəm, amma azca miqdarda töksəz belə kifayət edir. Yəqin ki, ona görə uzun müddət belə gedəcək, yəni gec bitəcək. Və ən sonuncu göstərəcəyim New Love markasına məxsus olan belə enzim peelingdir. Bunun içərisində mandalik asid, sukinik asid, məsələn, tartarik asid, papain və s. var. Üzərində elə qeyd olunub. Enzim peeling hesab olunur. Həqiqətən də New Love markasını sevirəm. Bəzi məhsullarını istifadə etmişəm. Çox faydalı olduqlarını düşünürəm. 100 qram həcmi var. Amma çox uzun müddət gedir həqiqətən bu məhsullar. Çünki cəmi həftədə bircə dəfə istifadə etməyiniz kifayət eləyir. Dərindən təmizləyir. 2 gündən, 3 gündən bir istifadə eləsəz, dərini aşındıra bilər. Ona görə həftədə bir dəfə mənə görə idealdır. Mən də hətta yağlı dəri olsa belə, mən həftədə bir dəfə eləyirəm. Həm də həssas dərim olduğu üçün 2 dəfə eləmək belə mənim üçün artıqdır. Çünki 1-2 həftə 2 dəfə istifadə etmişəm, həftədə 2 dəfə. Və həqiqətən də o şeyi hiss eləmişəm ki, çox da mənim dərimə uyğun deyil, həssaslığını artıra bilir. O baxımdan həftədə bir dəfə idealdır. Bütün dəri tipləri məncə istifadə edə bilər. Çox sevirəm və uzun müddətdə həqiqətən istifadə etmək olur. Cəmi 12 ay vaxt yazılıb, amma 12 aya belə məncə bu məhsulu bitirmək mümkün deyil. Az bir miqdarda tökürsüz ovucunuza, su ilə biraz əlinizlə qarışdırırsınız. Köpük formasını alır. Daha sonra o şəkildə üzünüzə fərqi yoxdur da, quru, yaş yedirdirsiniz, təmizləyirsiniz biraz üzünüzü və sonra da adi su ilə, ilıq su ilə yuyursunuz. Çox gözəl bir məhsuldur. Bu qədər. Bu videoda mən 17 dənə məhsul əlavə etmişəm. Növbəti dəfədə eynən bu tarixdə çalışacağam paylaşım, amma
Bugün üçün şəkillərini çəkmişəm, bütün məhsulların da hansı səviyyədə olduqlarını. Növbəti ayda eynən bu tarixdə yenidən belə deyək, şəkillərini çəkəcəm və daha sonra da videoda sizinlə paylaşacağım. Bir ay ərzində görək necə bir dəyişiklik olacaq, hansı təsirlər olacaq, hansıları yarılayacağım və yaxud bitirəcəm. Ola bilər, misal üçün bu bitə bilər, çünki içində az qalıb. Yəni bitə biləcək məhsullar var, hətta pomadalar belə bitmə ehtimalları var. Bu şəkildə növbəti videoda görüşənədək mənim özümə də ümumiyyətlə bu video çox maraqlıdır. Ümid edirəm ki, sizin üçün də maraqlı olacaq. İnşallah növbəti videolarda görüşənədək. Əgər videonu bəyəndinizsə like etməyi, dəstək üçün kanalıma abunə olmağı unutmasanız çox sevinərəm. İnşallah ki, biz yenidən növbəti videolarda görüşərik. Hələlik.